Demək uşaqlar, sualın izahından başlayırıq. 31-ci sualdan başlayırıq. Burada yazıbdır ki, nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Aldım burada xəbər, nəyi aldım? Şəhadətnaməni tamamlıq. Hardan aldım? Gimnaziyadan zərflik. Nə zaman aldım? Hərbi xidməti başa vurduqdan sonra. Nəhayət də modal sözdür. Demək cavabımız olacaq zərflik, zərflik tamamlıq xəbər. Yəni burada olur Y variantı. Gördüyümüz kimi bunu yazan şagirdimiz düzgün yazıbdı Y variantı. İkinci uyğunsuzluğu deyir vasitəsiz nitqli cümlə və vasitəsiz nitqli cümlənin sxemi. Birincidə mən buradayam, komandir, cəhd diləndim, bura gələ bilərsinizmi? Mən buradayam vasitəsiz, komandirə daxil olmaqla, cəhd diləndim, müəllif, bura gələ bilərsinizmi? Vasitəsiz və sonunda sual. A doğrudur, getdi. Biz demək olar ki, çatmamışıq deyə Səlim gülümsədi. Deyə sonda olduğuna görə vasitəsizlə müəllif olacaq. C-də bəli dedi, gördüyümüz kimi cümlənin ortasında böyük hərflə başlayan sözü yoxdur. Yəni bu vasitəsizlə başlayır və bəli vasitəsiz dedi müəllif. Ona görə doğru cavab variantı C variantı doğrudur. 30-a keçirik. Yerimək öyrəndin. Tutub əlimdən dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən gərək öyrədəydin yıxılmamağı. Əvəzliyin bir məna növü gördüyümüz kimi sən əvəzliyi var, başqa da yoxdur. Şəxs əvəzliyi doğrudur. B yazıbdır ki, təsniflənən fe'llərin hamısı xəbər şəklindədir. Təsniflənən fe'llərimiz burada bir öyrədəydin fe'limizdir, bir də öyrətdindir. Öyrətdin gördüyünüz kimi xəbər şəklində, dolaşdım xəbər şəklində. Amma öyrədəydin arzu şəklində. Ona görə B variantı yanlışdır və doğru cavab seçilib. 34-cü sualımızda biri mürəkkəb addır, Novruz bayramı, D variantı. Gördüyümüz kimi D variantı da burada doğrudur. Yəni bunda üstünə bir 34'te olur cavabımız D variantı. Sonra keçirik növbəti sualımız 35-ci sualımıza. Bizdən burada nə istəyir? 35-ci sualımızda. 34'də də pelis qoyduq. 35'də cərgələrin birində sözlər kök, leksik, leksik sxeminə uyğundur. A variantında gen, sözün kökü, genel leksik, T, leksik feildən feil düzəltdi. Ir indiki zaman qrammatik A getdi. B-də tanı sözün kökü, tanıdan tanış, tanışlıq, ikisi də leksikdir, düzdür. Amma işlətdikcə sözündə dıqsa feili bağlamadı, qrammatik və bizdən də qrammatik istəmir. C variantında dahiyanə bir leksik var, anə şəkildir, ona görə C də getdi. D variantında peşəkar casına bu uyğundur, amma küskündür sözündə dır qrammatikdir, o da getdi. E variantında oxşa, oxşar, oxşarlıq, bərk, bərki, bərkidir, yəni E variantı doğru cavab variantı. 36'da hansı cümlədə feil sifət tərkibi var? A variantında yaşlılaşan ağaclar orada parçalanır və yaşlılaşan sadəcə feil sifətdir. B variantında qonaqları, hansı qonaqları gələn burada da sadəcə feil sifətdir. Daha sonra keçid alırıq D variantına. A həstə süzən qartal, hansı qartal? A həstə süzən D variantı doğrudur cavabımız. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Burada dəlalət edir uşaqlar gördüyümüz kimi mürəkkəb feildir və cümlənin sadə xəbəridir. Elə sualımıza baxanda görürük ki, biz burada Y variantında qeyd olunubdur ki, quluşlar mürəkkəbdir, xəbər şəklində olan feildir və cavabımız olur E variantı. 38'də tərz hərəkət zərfinin tərslənməyən feilə A variantında tamamilə xəbərsiz sözünə aiddir. Ona görə bu getdi. B variantında tərz hərəkət zərfimiz yoxdur. Üçüncüdə, daha doğrusu ikinci rəqəmdə. Üçüncüdə gülə-gülə salamlaşıb, gülərək salamlaşıb, feili bağlamadır. Yəni burada zərfimiz bir dənə içəridə, o da keçici sözünə aid, tərsiflənən feildir. 4'də çiyin-çiyinə döyüşdüyü, çiyin-çiyinə tərs hərəkət zərfi döyüşdüyü feil sifətə aiddir. 5'də öz uğurlarından iftixarla danışan, iftixarla tərs hərəkət zərfidir, feil sifətə aiddir. 6-cıda dil ucu təşəkkür edib, dil ucu gördüyümüz kimi tərs hərəkət zərfidir, təşəkkür edərək feili bağlamasına aiddir. 4, 5, 6 və cavab olur Y variantı. 37'də də cavabımız yenə Y variantı idi. 39'a keçid alırıq. Uşaq canlıda Q xıya çevrilir, L-niyə. Uşaq canlı. İki fərqli məqam var.
Sonra açıq aşkarda isə qıdığıya çevrilir, k isə giyə çevrilir. 3 Zingiltili samit. Birinci sözümüzdə demək Zingiltili samitlərimiz c-dır, n-dır, n-dır. 3 dənə. İkincidə g-dır, g-dır və r-dır. Demək biri nə edirik? Çıxardırıq, çünki aid olmayanı istəyir. Biri çıxardırıqsa b getdi, c getdi. Q samitinin kar qarşılığı x gördüyümüz kimi ikincidə yoxdur. Ona görə 2-ni götürürük. Açıq saitlərin sayı qapalı saitlərin sayından çoxdur. Burada açıq saitimiz burada uşaq sanlı sözündə 2 adı və 2 dənə də qapalı saitimiz var. Ona görə bu da aid deyil. 2-ni 3'ü götürdük. Dedişik açı arasında 2 fərqli məqam var. Uşaq sanlıda 2 fərqlidir. Açıq aşkarda da yenə q-yə, k-yə. Bu da və 1 ilə 4'ü çıxardanda doğru cavab variantı alınır. 2, 3, 6 D variantı olacaq. Sonra axırıncı sualımız gəncliyim, şərəfim, müqəddəratım bir ülkə seyranın əlinə düşdü. Burada düşdü, nə düşdü? Gəncliyim, şərəfim, müqəddəratım mübtadadır. Həmcis mübtada. İkinci variantda isə qayıt yerinə qoy ayı günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nurlu, könlüm atəşi, qayıt sahmana sal bu kainatı. Burada gözüm nurlu, könlüm atəşi həmcis cümlüzvü deyil. Çünki bu nədir? Kitabdır. Yəni müraciət bildirir. O da cümlüzvü olur. Burada qayıt sən qayıt, qayıt sən qayıt gördüyümüz kimi həmcis xəbərdir. Demək, birinci sualda yazıldı ki, nitq səsi ilə ifadə olunan həmcis üzvlər işlənmişdir. Birincidə gəncliyim, şərəfim, müqəddəratım həmcis mübtada oldu. İkincidə isə sən qayıt həmcis xəbər oldu. Ona görə biri götürüldük, bir doğru variant. Baş üzvlərinin birinin həmcisliyi var yazıbdır. Baş üzvlərimizin birinin həmcisliyi birinci cümlədə verilən variantda gəncliyim, şərəfim, müqəddəratım mübtadadır. İkincidə də xəbərdir. Ona görə 2 də doğrudur. Elə biri 2-ni çıxardırıq biz, çünki bizə nə istəyir? Uyğun fikirlər istəyir. Hər ikisinə aid olan. Nitq səsili ifadə olunan həmcis üzvlər birincidə də var. Baş üzvlərdən birinin həmcisliyi ikincidə də var. Biri götürdük, 2-ni götürdük. Yəni bizdən doğru variantı istəyir. Həmcis üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Xəbər bildiyimiz kimi uzlaşma əlaqəsinin asıl tərəfidir. Ona görə 3'ü çıxardırıq. 3'ü çıxardırıq, 1, 2 var hələ ki, yəni A və B variantı qalır. Nümunənin yalnız birinə aiddir. 2 fərqli cümlüzvü həmcisdir. Bu ancaq ikinci cümlədə tamamlıq var. Nəyi ayı, nəyi günəşi. Bir də xəbərimiz var. Ona görə 4'ü də götürürük. Elə cavab çıxır 1, 2, 4, 6 A variantı olacaq. Burada da axırıncı sualımızda da cavabımız nə olacaq? A variantı. Çünki biz burada qeyd elədik ki 1, 2, 4, 6 bu qədər.